Salam aleyküm dostlar. Bu günlər sizlərlə FZ Mobil videosu çəkirik və oyuna yeni gələn güncəlləmədəki kutunu açırıq. İnşallah qəşəng bir şey gələr və 113 gəldi. İndi isə gedirik oradan bir oyuncu almağa. İnşallah Haaland ya da Bruno Fernandes gələr. Bəli, buradan yox, bura deyil. Bura deyil. Xeyr, bura deyildi. Hə, canlı etkinliklərdən Totsa gedirik, hə. Bəli. Buradan Bundesliga-nı seçirik. Bundesliga-nı seçdik. Buradan isə 113'tür yəni. Seçdik. Bundesliga dedim. Ben Premier Liga niye seçsəm? Bəli, Bundesliga. Aha. İndi isə Harry Kane ya da Roberto gələ bilər. İnşallah qapıçılardan da bir şey gələr. Aha, başladıq oyuna. İnşallah. Aha, sezon takımı gəldiysə deməli ki, qəşəng bir şey gəlir. Heç də qəşəng bir şey gəlir. Aha, bəli, Çempionlar Liqasına davam edirik. Profesyonel. Ya, tamam, satın al. Aha, buradan nəyi seçək? PSG-ni seçdik. Uduzuruz. Galatasaray yox, Chelsea yox. Atletico de Madrid yox və Bayern Münih. Bu dəfə Bayern Münih seçirik. Bayern Münih seçsəm də, yəni çox oyuncu Bayern Münih seçsə də, mən də seçsəm də, yəni hamı bilir ki, çempion PSG-dir. Ancaq FZ Mobildə PSG-yə görə Bayern Münih daha da güclüdür. FZ Mobil oyununa görə. Çünki həqiqi həyatda PSG Bayernə bir sezon aparar. Kesin oyunlarında gördük. Kesin defacı oyunlarında gördük. Neyse. Oyun niye başlamadı? Birinci maç olduğuna göre görürsen. Ha, ona göreymiş. Başladı oyuna. Bergamo vs Bayern Münih. Bergamo değildi axı o. Orada Chelsea var idi. Orada Chelsea bayrağı gördüm ben. Yani Çempionlar Ligasının ilk 16'sında Chelsea bayrağı var idi mənim oynayacağım oyunda.
Ona göre yani biraz şey oldu. Böyle Gnabry aldı. Olise. Harry Kane becerme. Ay da hakimin ne oldu? Ha. Davies topu aldı. Gnabry ve Neuer. Gnabry. Kimmich. Olise Harry Kane. Harry Kane gelir. Harry Kane ilk gol ve uzaklaştırdılar müdafiə. Müdafiə uzaklaştırdı. Pesalic ve Davies. Pavlovic. Gnabry, Harry Kane. Harry Kane ve gol 21. dakikada Şampiyonlar Ligasında ilk golumuz Harry Kane'den gelir. Bayern Münih 1, Bagmo 0. Fasilit. Baskomi ve ay yok gol değil. Diaz. Gnabry topladı. Harry Kane ve tuttu. Karnele Sabmi tuttu topu. Kimmich. Pavlovic. Kimmich. Olise. Harry Kane'e oturma. Ederson topu tuttu. Kimmich. Ve hiç ne yoktu. Oy. Bergamo 0. Bayern Münih 1. Ve Kimmich topladı. Ve müdafiə boşdu. Arkadan gelir. Topu tutabilecek mi? Ve Neuer ayda. Onu necə vurdu? Harry Kane'e tekrar ötürme. Ederson topu aldı. Diaz arkadan gelir ve topu alır. Diaz, Olise, Platovic, Gnabry, Harry Kane topladı. Harry Kane. Baskomi, Deron, uzak oturma ve Latter topu tuttu ve topu Bayern Münih'e kazandırdı. Platovic, Harry Kane topu itirdi ve yeniden Platovic topu kazandırdı. Gnabry topa şut vurdu ama yok. Çok uzağa, kapıdan xeyli uzağa gitti. Ve Platovic topu alabilmedi. Pasalic ve Olise. Harry Kane gelir. Harry Kane ve topu kazanabilir mi? Ederson, Deron, Gnabry, Açuzum, Dekenter, Kristovic ve böyle Putic topu kazandırdı. İndi isə ikinci maça keçirik. İkinci maçda görək nələr olacaq. İstatistiklərdən bizim önde olduğumuz görsənir və 1-1 qaldıq.
İndi isə girik ikinci maça, cavab oyununa. Bu dəfə Münihdə oynayacağıq. Bayern Münih'in yəni Bayern Münih stadionunda, yəni onların ana stadionunda oynayırıq. Bayern Münih'in, yəni bizim. Və Santra ilə oyun başladı. Harry Kane, Gnabry, Harry Kane, Olise, Harry Kane, Olise. Gnabry'yə topu qazandırmaq istədi. Krostovic topu aldı. Olise, qəşəng başladıq. Olise, Ederson, Kimmich topladı. Gnabry, Pasalic və Pavlovic topu aldı və qazandırdı yenidən düşmənə. Yəni qarşıya. Və bəli, Harry Kane topladı. Və blok. Scalvin. Kimmich topladı. Gnabry topu qazandırdı və itirdi. Yenidən qazandırdı. Ruben Dias və Pavlovic. Və topu qazandı. Gnabry, Harry Kane də arxaya çəkilib. Ederson, Kimmich, Gnabry. Nə olur orada? Adları görəmirəm. Laimer, Gnabry, Harry Kane, Kimmich gəldi. Kimmich top aldı. Uzaqdan şut və nə olacaq? Arnold topu takıma qazandırdı. Ta arkadan yer Diaz'dı. Ederson, Krastovic və uzaqlaşdır. Top uzaklaş. Penaltı. Yo. Penaltı neydi? 1-1 qalmışıq. Yəni ümumi şot 1-1'dir. Sadəcə bir gol lazımdır. Və Neuer topu tutdu. Diaz'a ötürmə Harry Kane'dən Gnabry'ə. Olise, Pastovic, Olise, Laimer və bəli top qarşı takımdan çıxdı. Olise, Kimmich Gnabry'ə ötürmə vermək istədi. Ötürməsi doğru olmadı. Qapı ağzında təhlükə. Bu nədir? Harry Kane, Ederson topu kazandı. Ötürməsini etdi. Və Davies Sanchez arxadan gəlir. Və blok. Bəli, Neuer topu ustalıqla tutdu. Gnabry uzaqdan. Yox. Çox uzaq idi ora. Musiala oyuna gəlməli deyəsən. Pasalic, Gnabry, Davies top almağa çalışır. Gnabry bəli, Musiala topu. Ya Musiala topu neydi ya? Musiala dəyişdiriləcək indi. Bəli. Neuer topu tuttu. Taha ötürmə. Musiala. Pavlovic. Kimmich. Musiala'dan qəşəng ötürmə. Musiala. Harry Kane daha doğrusu. Yani oyuna nəsə oldu? Bir dəqiqə. Neydi?
Bəli, uzatmalara gedirik. Yox, bu telefon niye tam uzatmalarda şey oldu? Ve offside. Telefonu nasıl oldu? Ve böyle bir daha yumruktan sonra düzeldi. Zevski, Palasika, ötürmə, Katanovic, Pavlovic, uzaklaştırın topu. Ve uzaklaştırılır top. İkinci uzatmalara getiriləcək. Bu da olmasa, yani penaltiler. Ederson, Musiala, yeniden top Musiala'da. Ve cərmə. Bəli, bir cərmə kazandık. Buradan vurulan gol her şey təyin edəcək. Ve Kamesovçi tuttu topu. Musiala qabağındaydı. Ötürmədə səhv. Diaz, Musiala, Harry Kane ve top bitirdik. Musiala'dan yeniden Harry Kane'e. Uzaktan şut ve korner. Bu son şans yoksa penaltı. Son şans yoksa penaltı. Harry Kane. Diaz, Ruben Diaz ve penaltılara getirir. Bəli, penaltılar gəlir. Ve Musiala topu göndərir. Neuer. Güvənirik Neuer'e. Güvənirik. Ve Zalewski. Harry Kane. Kamesovçi'ye karşı ve gol. Gol. Güvənirik Neuer'e. Güvənirik. Neuer tutup bilmedi topu. Luis Figo. Oy. Haydi Neuer. Güvənirik Neuer'e. Onu tutabilse əla. Neuer. Bu top gol olmalıdır. Ve gol. Neuer'e güvenimiz tamdı. Neuer çıkarttı topu ve bu son top. Gol yoksa devam. Ve gol. Pulosovic topu kapıya gönderdi. Səhvsiz bir vuruş. Gollar budur. Bəli, penaltılarda çox əla bir möhtəşəm bir oyun sərgilədik və indi isə Real Madrid ilə oynayırıq. Kurtarsa karşı çok da şansımız olmayabilir. Çeyrek finalda birinci maçımız yani bir iki maçla uduzabiliriz. Ancak ikinci maçta onun cevabını verebiliriz. İlk maçta uduzsaq, ikinci maçda gələk çoxlu qollar. O da kurtarsa qol olmaq çox çətindir. Neuer'ə də, təbii ki Neuer həm gerçək həyatda, həm oyunda yəni çox yetenəklidir. Mən Neuer üçün pul yığıram. Yəni 1 milyar pul yığmışam hələ ki. Yəni mən o 1 milyon idi. Ha da 1 milyon. 9 milyardır yəni Neuer'in qiyməti. Ən güclü yəni 119'luq qiyməti.
Vini, Valverde. Valverde'den Bellingham'a. Bellingham yaxşı başladı Real Madrid. Ve Davies topu tuttu. Platovic. Bellingham. Bellingham. Ve Vay oy oy Neuer. Dediyim kimi Neuer çox yaxşı qapıcıdır. Ötürmə səhvliyi. Bellingham'la gəlirlər. Bellingham Pavlovic qaşay keçdi. Və uzaqlaşdırın topu. Əla. Pavlovic, əla Pavlovic. Olise Rudiger topu aldı. Valverde. Kimmich arkadan gelir. Kimmich. Lauer ve Davies. Davies. Ve yine de Davies. Huijsen gelir. Huijsen. Əla gelir. Sadə bir ötürmə səhvliyi ilə yəni mən bu oyunu öz əleyhimə çevirə bilərəm. Və təbii ki Real Madrid də indi bir dəqiqə eləyə biləcəyi halda eləyəcək yəqin ki. Və oy 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 bəxtə bax. Bəxtə bax. Yəni dirək nədir? Dirək nədir? Dirək nədir? Ardakiler. Ardakiləri güldürmədik. Laimer. Vini. Kimmich. Laimer. Və Tauçameni topu aldı Vini'ye. Tauçameni. Mbappe. Platovic'dən. Ötürmə səhvli Harry Kane'ə. Harry Kane. Pavlovic. Harry Kane ve Kares. Alvaro Kares topu aldı. Bəli, birinci devrə qəşəng keçmədi Bayern Münih üçün. Real Madrid'in də qəşəng şutları oldu, ancaq Neuer'in və direğin sayəsində top Bayern Münih'də. Harry Kane ilə Bayern Münih gəlir. Nə? Offside, bəli, offside. Var idi orada. Kurtas topu haralara attı Kurtas. Və topu Real Madrid kazandı. Bəli, kazana bilmədi. Uzun ötürmə. Tauçameni. Harry Kane. Harry Kane karşısındaydı. Tauçameni. Bellingham. Bellingham. Arda. Arda. Bellingham'da top. Pavlovic. Arda Güler. Davies Sanchez. Harry Kane. Valverde. Ve Kimmich. Topu almak başardı. Ve bəli Pavlovic'e ötürmədə səhvlik. Kares. Vini. Valverde. Harry Kane arkadan gelir. Harry Kane topu kazanabilecek mi? Valverde Allah'ta Harry Kane'i ve Harry Kane de onun cevabını verdi. Bəli karşıda olmalıydı Harry Kane. Harry Kane karşıda bəli. Tah topu kazandı. Harry Kane. Gnabry, Harry Kane. Bəli. 0-0 bitti. Bəli.
Benzema 0-0 bitti. Kylian Mbappe. Kylian Mbappe. Gnabry falan var bizde. Onda ise Kurtas oydu. 117'lik Kurtas'ıydı. Olise. Minapola Paravi. Pavlovic. Davies. Pavlovic. Vezerman var. Tez başladılar. Olise. Laimer. Ve Pavlovic topu uzaklaştırdı. Gleyber'i Luis'in topu kazandırdı. Gnabry. Diaz. Olise'ye qəşəng top gəldi və offside. Ancaq offside var idi orada. Neuer. Gnabry, Harry Kane. Tchouaméni. Valverde. Valverde de top. Qəşəng getdi Valverde ama Laimer topu kazandırdı. Valverde yeniden kazandırdı Real Madrid'e topu. Oy 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 oy. Peyzer çıkarttım. Harry Kane. Olise Arda'cılar gol vurdu. Harry Kane'den ötürmə Gnabry'e. Gnabry, Harry Kane. Harry Kane. Gnabry. Arda'cılar. Vini. Gnabry, Harry Kane. Harry Kane. Hara ötürmən verdin? Bəli. Devre arası bitti. İkinci dev. Böyle şey oynayacağım biraz. Əsəbi. Diaz ve offside bizimdi. Pas verdik Gülərə. Diaz, Davies, Pavlovic, Harry Kane. Harry Kane'den gelir. Harry Kane oğlum. Harry Kane, Valverde. Mbappe. Çok pis geliyor. 80 dakika. Bu son ataktı. Musiala ve Peyser Bellingham top aldı. Kimmich, Diaz,
Harry Kane. Real Madrid oğullarım çox qəşəng oynadı. Sağ olun dostlar, görüşənə dək. Gələn videolarda görüşərik.